Salam əzizlərim, hər vaxtınız xeyir. Ümid edirəm ki, hər biriniz çox yaxşısınız və yeni bir YouTube videosu ilə qarşınızdayım. Əgər məni tanımırsınızsa, adım Helena Morosodur. Spiritualist olaraq fəaliyyət göstərirəm. İstəsəniz Instagramıma da takip ata bilərsiniz, izləyə bilərsiniz işimi, portfolyomu, həyat tərzimi daha aydın anlamağınız üçün. Bu da nəzərinizdə olsun. Bugün başlıqdan da anladığınız üzərə bir aydır ki, hətta bir ayı biraz ötüb bir ay bir həftədir ki, daxilimdəki yeniyetmə ilə işləyirəm. Lakin son həftə mənim elə tətildə olduğum, daha doğrusu ilk həftə mənim tətildə olduğum dönəmə düşdüyü üçün, yəni daxilimdəki yeniyetmə ilə işləməyə başladım və həmin həftədə yeniyetməlik dönəmindən bəridir ki, yaxın dostum olan dostumla görüşdüm. Bu Türkiyədə baş verdi. Elə məhz ən böyük nəticələrdən biri odur mənim üçün. Çünki necə belə üst-üstə düşə bilər, şokdaydım. Yəni bilirsiniz ki, mən 12 həftəlik içindəki uşaqla işləmək periodumu Instagramda sizinlə paylaşmışam. Hər həftə belə dump formasında sizinlə paylaşmışam. Getdiyim tətilləri o 12 həftəlik periodda, yəni 3 ay olur təxminən. O periodda yəni bir çox şeylər sizlə bölüşdüm. Yəni evlilik təklifi almağım, ətrafımdakı bir çox şeylərin dəyişməsi, hər birini yəni Instagramda o dumplardan, yəni seriyalardan izləyə bilərsiniz. Video da paylaşmışdım seriyalarda. Və indi dedim ki, okey, içimdəki uşaqla işlədim, özümə bir məqsəd qoymuşdum 12 həftəlik periodda. Və indi dedim ki, daxilimdəki yeniyetmə ilə işləyəcəm və biz artıq bir ayımızı geridə qoyduq və istəyirəm ki, daxilimdəki yeniyetmə ilə işləmək periyodum biraz necə keçdi ondan danışacağam. İlk bir neçə dəqiqə mən sizə nə ilə danışmaq istəyirəm. İçindəki uşaqla işləmək mənə nisbətən daha asan idi, nəinki daxilimdəki yeniyetmə parçamla işləmək. Ümumiyyətlə, yəqin ki, bilirsiniz ki, yeniyetməlik dönəmimiz bizim həm cinsəl mənada özümüzü tanımaq dönəmimizdir, həm münasibətlər, nə bilim, öz sərhədlərimiz, hormonlarımızın başqa cür işləməyi və s. o dönəmlər olduğu üçün onsuz da çətin bir perioddur və elə təsvir edin ki, mən indi yetişkinəm. Yenidən o dönəmlərə qayıdıram, o periodlara və o periodları işləməyə başlayıram. Üzərində bir növ, elə düşünün, o parçamla işləyirəm. Hansı ki, onunla bütünləşməyə çalışıram əslində bir növ. Düzdür, hələ bir aydır. Önümüzdəki aylarda da düşünürəm ki, daha başqa nəticələrim olacaq, daha yaxşı irəliləyəcək. Mənim üçün daxilimdəki yeniyetmə ilə işləmək daha çətin idi. Çünki qəbul etməliyəm ki, mən tam bir ərgən olmuşam. Yəni, çətin bir yeniyetmə olmuşam. Təbii ki, bunu sadəcə valideynlərin və s. açısından demirəm. Çoğunluqla ailəmə çətin olmuşam amma yəni həmin o dönəmdə, yəni yaşadığım evdə anamla əlaqələr məsəl çox qalmaqallı, şiddət dolu, aqressiv, kobud, bütün nə kölgələrim varsa hər zaman bunu vurğulayıram. Bacımla, qardaşımla danışanda da ki, mən bütün nə kölgələrim varsa o dönəmdə olub çox çətin bir period idi və inanın ki, içimdəki uşaqla çalışmanı bitirəndən sonra mən daxilimdəki yeniyetməyə işləməyə başlamaq mənim üçün çox dirəncli bir mövzuydu. Yəni təsəvvür edin ki, mən neçə ildir insanlarla işləyirəm, ondan öncəki periodumda özümdən işləmək periyodum davam eləyir. Mən sadəcə yer bəzi yerlərə qayıdıram, amma orada daha dərin bir dönüşüm, fərqindəlik, şuurlu ya da şuuraltı bir dönüşüm yaşamaq istədiyim üçün yenidən girib baxıram ki, dərinlərdə bir yerdə bir şeylər qalmış ola bilir. Və ona görə o parçamdan işləmək və bütövləşmək istədim. Çünki hər periodda biz hazır olduğumuz qədər onsuz da bizə açılır. Hər periodda biz hazır olduğumuz qədər qatmanlarını enə bilirik. Və istəyirəm ki, mən belə notlar tutmuşdum. Düzü, hər gün notlar tutmuşam deyə bilmərəm. Amma bir çox qısımda bu periodda, mən bir aylıq periodda nələr yaşadım, negativ ilə, pozitiv ilə, daxilimdəki yeniyetmə ilə işləmək mənə necə təsir etdi, bunun haqqında danışacağam. Daxilimdəki yeniyetmə ilə işləmək bir növ əslində onunla danışmaqdan keçirdi mənim üçün. Yəni necə mən içimdəki uşaqla işləyirdim, yəni onu dinləyirdim, onunla danışırdım və bunu yazılı çalışma ilə edirdim. Daxilimdəki yeniyetmə periodunda bu yazılı çalışmasından daha çox daxilimdə özümlə danışmaq periodu kimi keçdi. Mən ona görə oktyabra yenidən gələndə yeni bir rutinlər əlavə etdim və ora sabah səhifələrini də əlavə elədim yenidən. Mənim üçün daxilimdəki yeniyetmə ilə bəzən yazı çalışması oldu, bəzən səsli, amma sürekli daxilimdəki yeniyetmənin mənə dediyi bir şey var idi ki, mən sadəcə sənin yəni asi bir tərəfim olduğu üçün mən sadəcə sənə gedib dəftərdə yazacağın birisi deyiləm. Məndən hər an danışmalısan, hər an məndən ünsiyyətdə əlaqədə olmalısan deyən tərəfim, bir yanım oyanırdı, məndən bu danışan tərəfim. Yəni bizim içimizdə bizi tənqid edən tərəfimiz ola bilir, daxilimizdəki uşaq ola bilir, yeniyetmə parçamız ola bilir. Yəni bir çoxunu nəzərə alın ki, o içimizdə danışan səsləri anlamalıyıq ki, nədir, kimə aiddir və mən də bu periodda daxilimdəki yeniyetməni əməlli eşidirdim. Daha çox danışıqlar üzərində olurdu və bəzən də yazı çalışmalar üzərində olurdu. Onun istədiyi, yaratmaq istədiyi, reallaşdırmaq istədiyi şeylərə addım atırdım və mənim özümə belə qəribə gəlirdi ki, yəni necə ola bilər də bu. Mən yeniyetməlik dönəmimdə dans edirdim ki,
bunu onsuz da etməyə başlamışdım içindəki uşaqla çalışarkən və bu dövrdə daha başqa bir perioda keçdi bu. Sonra ingilis dilində videolar çəkməyə başladım. İstədim ki, mən öz səhifəmdə də belə şəkillər çəkdirib paylaşırdım, videolar çəkib paylaşırdım. Gördüm ki, yavaş-yavaş bunlara da başladım. Yəni daxilimdəki yeniyetmə vaxtı nə etməyi sevirdisə, bunlar barəsində məni addımladırdı elə bir şeylərdə və çoxluca bir şeylər yaratdım. İndi ilk olaraq burada yazdığım notlara əsasən sizə irəliləyəcəm ki, nələr olub. Təbii ki, ümumi sizə danışacağam burada. Bu dönəm periodunda mən başladım artıq özümə çox fərqli bir formatda sevgi vermək metodikalarını yoxlamağı, hansı ki bu bizim oksitosin hormonumuzla da əlaqəlidir. Bu periodda mənim daxilimdəki yeniyetmə çox araşdırma, yəni öyrənməyi, araşdırmağı sevən parçam əslində odur. Və bu dövrdə mən bilirsiniz nə etməyə başladım? İngiliscə danışmağa başladım, videolar çəkməyə başladım. Nə vaxt ki bunu mən çoxdandandır ki ertələyirdim. Bu dövrlərdə bilirsiniz nə etməyə başladım? Kitabçalar hazırlamağa başladım. Hansı ki mən kitab yazmağa da indi bilənləriniz bilir, bilməyənləriniz bilmir. Mən kitablar yazırdım. Daha çox romanlar üzərində olurdu. Real həyatdan qaçıb daha belə romanlar yazırdım. İndilərdə yazmağa dayandırmışdım. Amma bu bir ay ərzində bilirsiniz nələr olmağa başladı. Mən daxilimdəki yeniyetməni işləməyə başlayarkən mən mini kitabçalar yaratmaq ideyası mənim ağlıma gəldi. Kitab kimi, hətta bunu çap etdirmək kimi də bir şeylər ağlıma gəldi. Düzdür, hələ bu olmayıb, amma mən artıq bir mini kitabça biri təlimim üçün hazırladım. Birini seansdan öncə məlumat olsun deyə nə vaxtdan da ertələyirdim. 30 səhifəlik bir şey hazırladım ki, insanlar mənim bu brendləşdirdiyim işim, çünki brendləşdirdiyim əslində özümə, bununla bağlı bir məlumata sahib olsunlar deyə kitabça yazdım və bunu həvəslə eləməyə başladım. Çox qəribədir ki, sinir sistemi ilə bağlı dərin araşdırmalar eləməyə başladım. Çünki mənə artıq daha başqa biliklər lazım idi. Elə hiss edirdim, ruhum bunu crave edirdi, yəni aşırırdı bir növ. Bunları etməyə başladım. Bu periodda sinir sistemidir, doğrudan da bu marketingdir, brendləşdirmədir. Bunları araşdırmağa başladım, amma bunu ego-based yerindən yox, soul-based, yəni spiritual cəhətdən bunları araşdırmağa başladım ki, çünki marketing və s. məlumatlar onsuz da var. Mən bunu daha çox belə ruhani boyutda araşdırmağa başladım ki, necə bunu öyrənə bilərəm, bunu bir bilik kimi. Bu iki sahəyə aşırı dərəcədə marağım olmağa başladı. Bu dövrlərdə özünə sevgi verməyin, bədənimlə bağlantı qurmağın, oksitosin hormonları, sinir sistemimizlə əlaqəsini, qadın sinir sistemini biraz daha öyrənməyə başladım və bunlar üçün özümə kitabça yaradıram, yəni satış üçün yox. Məxsus özüm üçün bir əl kitabı hazırlamaq istəyirəm deyə bunu edirəm. Bu dövrlərdə mən nə öyrəndim? Mən fərqinə vardım ki, kölgə tərəflərimin ən çox orada baskılayırdım. Axı, ümumiyyətlə sərhədlərə hörmət etməyi daha çox öyrənməyə başladığım bir period oldu. Həm sərhədlərə hörmət etməyim daha çox, həmçinin də öz sərhədlərimi də bildirdiyim bir dönəm oldu. Səhv etmək, hətta belə bir hadisə yaşadım bu dövrlərdə. Düzdür, çox məhrəmiyyətə girməyəcəm burada. Sevgilimlə aramızda olan bir söhbət idi. Düzdür, mənim özümlə bağlı etdiyim səhv idi. Amma məxsus orada səhv etdiyimi qəbul etmək, səhvimə görə özümə şəfqətlə yanaşmaq, həmin anda ağlamaq istədim, özümə icazə verdim, səhv etdiyimi də dedim. Bunlar mənə çox yaxşı gəldi. Benim inzivam seriyasına başladım. Düzdür, mən benim inzivam seriyasına başladım. 23-cü günündə artıq bitirdim. Əslində 30 gün davam etməli idim. Amma yəni nəyim, sıxıldım deyə 23 gün elədim. Əsas odur ki, mənə çox yaxşı gəldi bu period. Çünki məni öz içimə döndərdi. Öz içimə döndərdikcə də insanlarla da sonrasında sosiallaşmağa başladım. Baxmayaraq ki, ilk başlarda sadəcə içimə qapanmaq istəyirdim. Depressiv hiss etdim. Çünki yenə vurğulayıram ki, daxilimdəki yeniyetmə parçam mənim nə qədər bu yaradıcılıq şeylərlə məşğul olsa da çox ağır duyğular yaşayan, hətta limfa əməliyyatım da mənim yeniyetməlik dönəmində olmuşdu. Depressiv ruh halında olan, daha belə acıdan bəslənən, haosdan bəslənən, özünə acı yaşadan belə dramatik mahnılarla olan tərəfim idi. Ardından, bu arada bu periodda nə öyrəndim? İçimdəki yeniyetmə tərəfindən işləyərəkdən. Öncəliklər qoymağa başladım özümə. Yəni bu istər gündəlik rutinimdə olsun, bir şey çatdırmıramsa mənim üçün öncəlik nədir? Bunları artıq qoymağa başladım. Çünki mənim xarakterimdə belə bir şey var ki, mən hər şeyi etməyə və hər şeyi çatmağa çalışa bilirəm. Ki rutinlər videosunda bunu demişdim. İzləməyənlər varsa ona baxsın. Bu dövrlərdə dedim ki, okey, bu məsələlər bilirsiniz necə irəliləyir. Öncəliklərimi qoy və ona əsas eləyə ki, sənin üçün bu gün nə vacibdir. Bunu öyrəndim. Biraz daha çox yavaşlamağa başladım. Danışığımdan yavaşlamamışam gördüyünüz üzrə. Amma həyatımda hərəkət edərkən, irəliləyərkən, bəzi mövzularda tək ki danışığım mənim tez-tez olsun. Tək ki bu tez-tez olsun, geri qalan şeylər yavaşlasın. Baxın, bunu öyrəndim. Çünki mənim yeniyetmə tərəfim də çox belə tez-tez bir şeyləri etməyə proqramlaşdırılan birisi olub. Qurban tərəfimi müşahidə eləməyə başladım bu dövrlərdə. Çox böyük açılımlar yaşadım öz üzərimdə işləməklə.
Özümə yemək hazırlayırdım ilk dönəmlərdə. Zamanımı, yəni öz zamanıma daha çox hörmət etməyə başladım. Ki, okey də bu mənim zamanıma uyğun deyil ya da mənim öz zamanıma daha çox hörmət etməyə başladım. Ki, mən onsuz da bunu yer edirdim, amma elə bu periodda vəbşə etməyə başladım. Bu dönəmlərdə ilk başlarda mən fərqinə varırdım ki, əsəbim ortaya çıxır, qorxularım ortaya çıxır, tətiklənmələrim ortaya çıxır. Sizə güllük gülistanlıq kimi gəlməsin, bu ağır duyğular ona görə ortaya çıxır ki, gedib orada içimizə dönək ki, burada məndə nə baş verir kimi görək. Və çox zamanda, yəni qarşılaşdığım məsələlər əsasən yəni 9 yaşımdan yuxarı yeniyetməlik periodumu əhatə edən mövzular idi. Ardından bu dönəmlərdə qadınlığım, yəni reql mövzundan bağlı mənim çox düzənli reql döngüm var. Çox qəribə bir formada mən işləməyə başlayarkən gecikmələr yaşadım. Amma sonrasında təbii ki, reql oldum, Allaha şükürlər olsun. Sadəcə bunu bilin ki, bu kimi somatik reaksiyalar verə bilir biz çalışmalar edərkən bədənimiz. Başımız ağrıya bilir, rahatlama hiss edə bilirik, ödəmlərimizin çəkildiyini və yaxud da yığıldığını hiss edə bilirik. Bunlar da istədim ki, sizə deyim. Paylaşıb ilham olmaq istəyim çox bu dönəmlərdə çox artdı. Canlı yayım açdım. Özümə şokdayam ki, bu ay ərzində, yəni 2 ay fərqli vaxtlarda 2 dəfə mi açdım, yoxsa 3 mü? Yəni bu ay ərzində 2-3 dəfə canlı yayım açdım. Hansı ki, mən aylardan bir açırdım. Bunu etdim. Özüm haqqında çox vicdanlı və honest yorumlar bildirməyə başladım. Yəni honest nə deməkdir? Yəni pismi də, yaxşını da görərəkdən obyektiv yanaşmağa başladım. Bəzi bir kölgə tərəfimin fərqinə vardım. Getdim bir dənə nəfsimlə üzləşdim ki, mən bilməməyə dayana bilmirəm və bilməyən tərəfimdən üzləşdim. Üzləşdi, bilirsiniz nə oldu? Elə bayaqdan sizə danışdım, o şeyləri öyrənməyə başladım. Bu mənə çox yaxşı gəldi. Təfəkkür etməyə çox meylləndim. İçimə dönüb təfəkkür etməyə başladım. Başımdan gələnləri, keçənləri. Bu periodda ən böyük yaşadığım dəyişim bilirsiniz nədir? Mən təxminən bu avqustun biraz ortalardan etibarən, hansı ki indi də davam edir, bir bəlirsizlik periodu içindəyəm. Bəzi mövzularla bağlı, indi sizinlə paylaşa bilməsəm də. Bu dönəmdə mən Allaha təslimiyyəti hiss etməyi çətin də olsa daha da baskın bir formada elə bir level atladım yaradanla olan münasibətimdə. Öz səhvlərimi görməyə başladım, şəfqətlə yanaşmağa başladım. Çalışdım ki, özümü dinləməyə başlayım. Payız dönəmi girdiyi üçün o qədər xoşbəxt olurdum ki, yenə də daxilimdəki yeniyetmə, amma həmçinin mənim də çox xoşuma gələn bir perioddur bu. Sərin hava olduğu üçün yürüyüş etməyə, havada vaxt keçirməyə, önəmlər verməyə başladım. Allaha şükürlərim artmağa başladı. Hələ ki, sizinlə bölüşmədiyim 2 il bundan öncə bir şey müraciət etmişdim və oradan rədd cavabı aldığım üçün mənə çox pis gəlmişdi və mən dedim ki, bir də müraciət etməyəcəm ona, ən azından bir müddət. 2 il etmədim. Bir şey müraciət edelim, hələ ki nəticəsini bilmirəm, amma nəticəsi necə olursa olsun özümdən fəxr edirəm ki, bunun üçün addım atdım. Ardından burada özümü çox ifadə etməyə başlamışam. Yeni bir dua stili öyrəndim bacımdan bu periodda. Hansı ki, bacımdan biz uzun-uzun söhbət etməyi sevirik. Yəni, bir şeylər istədiyimiz zaman o mənə öyrətdi ki, Allaha dua edərkən, Allaha duanda əlavə edə bilərsə ki, Allahım, bunu elə ki, mənim üçün bu xeyirli olsun. Bu istəyimi mənim üçün xeyirli qıl, mənim üçün müsbət və mənə yaxşı təsir edəcək formada. Və çox sevdim. Yəni, bacım mənə bu həyata çox şey öyrədib. Terapiyam irəliləyirdi. Terapiyam ağır keçirdi. Mənim özüm də terapiyalarım belə ağır keçirdi. Yəni, özümə olan terapiyaları nəzərdə tuturam. Amma çox böyük aydınlamalar yaşadım, amma çox ağır gəlirdi bu period mənə. Bu periodda dostlarımla ünsiyyətim bir leveldə artmağa başladı. Aramızdakı əlaqə biraz da dərinləşməyə başladı. Təlimim, içindəki uşaq təlimim üçün Uroboros kitabçası hazırladım. Qəlb üçün kodlama hazırladım. Yəni, yaradıcılığımı da ortaya çıxartmağa başladım əslində bir növ. Və gördüm ki, bəzi kinolar var idi, Adolescence və Dexter. Həm mənim çox ilgimi çəkməyə başladı, həm də orada mənim kölgə tərəflərimi biraz tətikləməyə başladılar. Mənim illik proqnozumda alacağım mükafatlar qismi 4-cü arkana dayanıb və təsadüfə baxın ki, buradakı kişi obrazları məni tətikləyirdilər, kölgə tərəflərimlə bağlı. Bunları görüb müşahidə etməyə başladım. Bu dönəmlərdə fərqinə vardım ki, mənim yeniyetmə tərəfindən gələn, mənim özümün belə bir zərər, təhlükə olduğumu düşünən bir tərəfim var imiş. Bunun fərqinə vardım. Rutinlərimi öz sürətimlə eləyirdim. Öncəliklərimi əsasən irəliləyirdim. Yenidən şuuraltı çalışmalarım, yəni Theta Healing'ə daha da dərinləşməyə başladım. Bilirsiniz ki, mən başqa metodlar öyrənirəm deyə, öyrənmişəm də deyə.
Mən dedim ki, yox, Titanı mən hər şeyə əlavə edəcəm. Çünki şuuraltımızın yenidən həyatımızın belə verdiyimiz qərarlara qədər, yəni 95% necə təsir etdiyini daha da aydın görməyə başladım. Theta Healingə ağırlıq verdim bu dövrdə. İngilis dilində videolar çəkməyə başladım. Yəni bilirsiniz, ingilis dili mənim ana dilimdir, amma praktika etmədiyim üçün mənim üçün belə necə Azərbaycan dilində əsib gülüyür, amma ingilis dilində elə olmaya bilər, amma ingilis dilini çox qəşəng anlayıram. Çox qəşəng, yəni ingilis dilində bir şeylər izləyib tam anlamağım mükəmməldir. Sadəcə danışığım o qədər də mükəmməl deyil. Tez-tez danışmadığım üçün, işim daxil olmaqla 99% hallarda Azərbaycan dilini istifadə etdiyim üçün. Yoga dərslərimə qatılmağa başladım yenidən. Başqa formatlarda video editləməyə başladım. Yəni mən ertələyirdim ki, başqası məndən daha yaxşı. Sözsüz ki, mənim bu barədə köməyə ehtiyacım var. Amma dedim ki, hələ ki kömək almıram da, düzdür. O zaman özüm nəsə çəkib editləməyə başlayacağam dedim və bunları etməyə başladım. Bir periyodda sağlam qidalanmağa qərar verdim. Sonra təzədən daşındım bu qərarımdan. Çünki eləyə bilmədim intermittent fastingə görə. Bu periyodda ən çox dərindən anladığım şey bilirsiniz nədir? Daxilimdəki yeniyetmə hər zaman öz içinə qapanırdı, öz içinə dönürdü. Yəni elə bilirdi ki, heç kim onu anlamayacaq. Bu dövrdə daha çox, yəni o duyğular mənə yenidən gəldi, amma mən nə qədər ki ətrafımda mənə güvənli hiss etdirən, vulnerable hiss etdiyim, yəni bu periyodda sağ olsun mənim ailəm, partnyorum, ətrafımdakı dostlarım mənə o qədər belə dəstək oldular ki, onlarla yaratdığım əlaqələr məni çox sağaldırdı və hər dəfəsində fərqinə vardım ki, Allahım, deyəsən mən özümü içimə qapatdığım üçün bu depressiv duyğulara girirəm. Çünki əlaqəyə girəndə onlarla özümü danışanda, vulnerable, savunmasız kimi danışanda da mənə çox yaxşı gəlirdilər. Yəni bütün hamısında elə bir yazmışam ki, mənə necə yaxşı gəlir əlaqə, mənə necə yaxşı gəlir əlaqə deyə başladım. Və mənim üçün insan münasibətləri yenidən və yenidən çox vacibdir. Və bu arada daxilimdəki yeniyetmə parçamda dostluqlara, görülməyə, çevrəyə çox önəm verirdi və o dönəmdən başlayıb əslində mənim bu şeylərim deyə bilərəm burada. Bu dövrdə Lauramı qısırlaşdırdıq. Çünki düşündüm ki, araşdırmalarım, ətrafımdakı danışanlarım və s. onun üçün yaxşı olacaq buydu. Hələ ki hissləri oyanmadan bunu etmək. Bu periyodda ona şəfqət, qayğı verməyi, onun sərhədlərinə hörmət etməyi, sağalma və bərpa periyodumuzun əslində nə qədər vacib olduğunu görməyi. Yəni bu periyod sentyabr ayı 9-cu arkanan ayı idi. Mən də 17-ci arkanadaydım. Yəni 9 və 17 var idi burada, arxetipsel olaraq, spiritual olaraq danışıram burada. Yəni bunlar əslində bizim içimizə dönməyimizi göstərir, amma insanlardan qopmamalı olduğumuzu da, dünyadan qopmamalı olduğumuzu da bizə birbaşa vurğuluyurdu. Bu ərəfələr doğrudan da takdir görməyə və hiss etməyə başladım. Mən özümü takdir etməyə başladıqca, şəfqətlə yanaşmağa başladıqca, girdiyim ortamlarda, yoga dərslərindən tutmuş getdiyim hər yerdə takdir görməyi daha belə səsli və üzümə demək formatında daha da bu çoxalmağa başladı. Şükürlər olsun, onsuz da olurdu bu, amma bu daha da artmağa başladı. İdealar gəlirdi, reallaşdırırdım. Allaha şükürlər olsun bunun üçün. İçimdəki ana arxetipini hiss etməyə başladım Lauruşa qarşı. Onun üçün narahat olurdum ona görə. Bolluca kölgə tərəflərimlə üzləşmişəm, onu da deyə bilərəm. Allahla bağımı daha da gücləndirmək moduna girmişdim bu dönəm ərzində. İşimə daha da layiqincə, professional formada, haqqı ilə daha çox yanaşmağa başladım bu dönəmlərdə. Əmək verməyə başladım insanlarla olan münasibətimə. Yer özümə icazə verdim ki, heç bir şey etməyim, yatım, bolluca yatmağım olub bu arada mənim sentyabrda, o da deyim nəzərinizdə olsun. Mən normalda çox tez-tez yatmağı sevmirəm, amma əməlli sentyabr ayında özümə yatmağa icazə vermişəm, amma çox yaxşı gəldi. Bərpa periyodum idi mənim keçid. Mövsüm keçidləri olur necə. Baxın, məndə də elə idi. Vlog çəkmək fikri ağlıma gəldi. Düzünü desəm hələ də ertələyirəm bunu, amma o qədər ilhamlandım ki, bu çox xoşuma gəldi. Uşaqda çox sevirdim YouTube'da vlogları və s. izləməyi. Və fərqinə vardım ki, mən burada sizinlə savunması bir formada danışıram. Mən üzərimdə çox işləyən birisiyəm və mənim ətrafımdakı insanlar, yəni mənim neçə illik dostluqlarım vardı, 11 ildən çox olan dostluqlarım, sinif yoldaşlarım və s. məni takip edənlər bilir. Mənim o dönəmdən, yəni adicə keçən ilki dönəmlə belə mənim bu dönəmimi müqayisə edəndə arada çox fərq var. Çünki hər dəfəsində dəyişirəm və bu şeydən xoşum gəlir. Yəni özümə yaxınlaşmaq istəyirəm. Yəni bu fiziki cəhətdən də görə bilərsiniz bunu, ya da digər cəhətdən də. Yəni misal üçün mən keçən il gözümə rəngli lenslər taxırdım.
Amma indi öz gözlərimə keçid etmişəm. Yəni hələ də lenslər var gözümdə, amma bu şəffafdır, yəni görməyim üçün olandır. Yəni bundan tutmuş bir çox şeyə qədər özümə yaxınlaşmaq üçün əlimdən gələni edirəm. Bilirəm ki, bu prosesdir, həyatımız boyunca davam edəcək bir prosesdir. Bunu daha çox qəbullanmağa və özümlə bağımı gücləndirməyə, yaradanla bağımı gücləndirməyə və insanlarla bağımı gücləndirməyə həsr olunan bir ay oldu. Danışdıqca belə kövrəlirəm niyəsə. Bu dönəmlərdə atam və anamdan götürdüyüm bir çox parçalar görməyə başladım. Və burada çox qəribədir ki, sadəcə neqativ şeylər yox, pozitiv mənada da əslində çox gözəl xüsusiyyətlərin olduğunu və bunları reallaşdırdığımı görməyə başladım. Bir qorxumla üzləşdim və bu qorxumla elə üzləşdim ki, bunu rəfiqəmlə danışdım, ondan kömək aldım. Və Allaha şükürlər olsun ki, ideyalar mənə axmağa başladı və onlar üçün addım atmağa başladım. Bilmirəm bu hamıya maraqlı olacaqmı yoxsa yox, amma mən bilirsiniz ki, onsuz da içimdən necə gəlirsə bunu paylaşıram sizinlə. Mənə fikirlərinizi bölürsəniz çox sevinərəm. Bu periodu sizinlə paylaşmamın səbəbi odur ki, sizə də ilham olum. Biləsiniz ki, mən də nə olsun ki, spiritualistəm. Həyatımda öz üzərimdə işləməyə davam edirəm periodik olaraq və istədim ki, sizə nəticələrini bölüşüm. Allah bilir 2 ay işləyərkən nə olacaq, 3-cü ayda nə olacaq. Çalışacağam ki, hər ayın sonunda sizə bunları bildirim. Özünüzə yaxşı baxın.